Qardaş, Allah xeyir versin. Çox sağ ol qardaş. Maşınımız Suzuki'dir yoxsa nədir? Suzuki Grand Vitara Yapon maşınıdır. Avropa bazarı üçün istehsal olunub. 2000-ci ildir, 2.5 motordur. Ramanın üstündədir. 14 ildir də özümdədir. Birbaşa formutdur öz adınıza. Bəli. Nə gözəl. İndi də dəyişmək istəyirsiniz. Bəli. Mühərrikin yığdırmısınız? Bəli. Nə vaxt yığdırdınız? 5 ay bundan qabaq Kolsa, Kladish, Porsche hamısı dəyişilibdir. Təftəzədir, mühərrik çeli vəziyyətdədir. Azərbaycanda yəni ehtiyat hissələrini tapmaq olur mu? Bəli. Hazırda mühərrik yaxşıdır. Mühərrik, korobka əla vəziyyətdədir. Sadəcə biraz kosmetik işləri var. Benzin nə qədər yandırır? 13-14 litr. Kondisioner işləyirmi? Bəli, kondisioner P-Samp işlək vəziyyətdədir. 4 çəkər maşındır. Bəli. Korobkası mexanika. Bəli. Korobkada problem yoxdur ki? Heç nə. 5 olur önə bunlardan. Bəli. O arxanı önü qoşmaq üçün əlləndi də yəqin ki. Bəli. Diferlərdir. Səsi yoxdur ki diferlərində. Yox. Ümumiyyətcə maşınımızın alt hissəsi necədir? Super, əla vəziyyətdə. Çürük, pas, Heç nə. zədə Yoxdur qardaş, yox. olmasın. Peredokda səs-küy yoxdur. Yoxdur. Təkərlər təzədir elə bilirəm. Bəli. Təkərlər yaxşıdır. Maşınımızda dəyişən var. Qapı, kapot. Hamısı öz üstündə gələn. Kraskaya əvvəl vurulmuş olar, hə? Bir dənə burada olur. İndi də elə müəyyən hissələrində qopan yerlər var kraskalardan. Şüşələrdə də ön alın şüşəsində çat var. Bəli, çatlayıb. Digərləri salamatdırmı? Bəli. 4-ü də düymə ilə yan aynalar. Bəli. İşləyirlərmi? Bəli, hamısı. İşti təmiz, oturacaqlar parça salon, Bəli. cırıq, sökük, çöküntü. Yox qardaş, yox. Maşınımız belə də normallı maşındır. Qiymət neçə idi? Qiymət qardaş 7700 manat deyirəm. Bütöv 7-yə vermək olmaz. Real alıcı ilə razılaşaram. Əsas o da əlaqə saxlasınlar. Bəli. Nömrənizi xatırladım. 055 289 82 88. Hansı rayondasınız? Gəncə şəhəri. Uğurlar arzu eləyirəm. Çox sağ olun, təşəkkür Siz edirəm. də sağ olun. Satır. Burada aşağısında nəsə açılan yerlər falan var mı yoxsa? Bir dənə burada. Dəyərli izləyicilər, bu cavan oğlan gətiribdi atasının maşınını satmağa. Qaqaş, xoş gördük səni Bərdə maşın bazarında. Hə. Buyur, maşınınız haqqında məlumat ver görək, necə maşındır? 2000 ilidir. 2000-ci ilin maşınıdır. Hə. 2-4 motordur. 2-4 motordur. Hə. Benzindir? Benzindir. Benzin motordur. Benzin. Qiyməti neçədir? Qiyməti 16 yarıma. 16-ya verər, razılaşar. 16-ya vermək olar. Hə. Eləmi? Hə. Atanın nömrəsini deginən, telefon nömrəsini. Hə? Hə, telefon nömrəsini de atanın. Deyim də 051 051 051 562 562 02 0202 Ağdam. Ağdam nömrəsi. Ha, nə gözəl. Maşınınızı da bax bu cür göstəririk. İstəyən olsa əlaqə saxlasın. Kondisioner işləyir, kondisioneri. Hə? Kondisioner işləyir. Hə, hər şey. Hər bir Qapısını aç görə içərisinə tərdir. $275.000 göstərir probekdə. heç bir problem yoxdur. Dəri salon. Oturacaqlar təmiz. Bu maşınımızın yük hissəsi. Qaldır bu aşağısında baxaq. Burası da yaxşı, təmiz. Qoy maşının altına baxaq görək necədir.
Maşınımızın altı da yaxşı. Maşınımızın içərisi də yaxşı da. Neçəyə dedin maşının qiyməti neçə dedin? 16 yarıma. 16 yarıma dedin, 16'ya dedin verərik, eləmi? Hə, radiyasın. Maşın həqiqətən yaxşı maşındır, dəyər o qiymətə bəlkə də. Nömrəsində deyərsən. Nömrəsi 051 562 02 02. Ay sağ ol. Bu da maşınımızın mühərriki. 2.4 dedin benzindir, hə? Benzindir, dizeldir, benzin, hə? Biz benzin. Hə, ört. Səncə maşın değil mi? Bu deyil, satan oğlan odur, ondan soruş ki nə? Deyil, o satır. Neçəsə çandı? 16 yarıma. Allah bazar versin. Sağ ol. Ama tekerler qaraldım. Ama tekerler qaraldım, aleyküm salam. Ya dersen? Ay maşallah olsun. Əməlli. Maşallah olsun. Qardaş, Allah xeyir versin. Çox sağ olun. Maşınınız Priora deyiləmi? Bəli, bəli. 21.72 deyilir deyəsən bunlar. Bəli, bəli. Buyurun məlumat verin bilək necə maşındır? 2013-cün Priorasıdır. Kondisionerləri. Xadovkası, korobkası tam ideal vəziyyətdə demərəm, amma yaxşı vəziyyətdədir. Heç bir xərc sərə verməm. Kosmetik işləri var biraz. Belə Maşın nə qədər vaxt sizdədir? 2 il yarım olar. Sənədlə, aformut etibarnamədir. Hamısı qaydasında öz adımızdadır. Aformut olunub öz adınız. Aformut olunub öz adımızdadır. Fikir- Aformutda heç bir problem yoxdur. 2 il içərisində nə xərclər çəkilir, nələr düzəlir? Heç bir xərc olmuyor. Belə indi o yumgül rasxodniklər, benzin nasosu dəyişir. O lazım olan şeylər. Elə yağı vaxtı-vaxtında dəyişilir, yağ yemir. Qaydasında. Mühərrikə baxdırdınız. Mühərriki də yön qaydasında adamız. Yığılıbdımı, bilmirsiniz yoxsa? Yox, yığılmıyor. Yağ azaltması deyirsiz Yox, yoxdur. yox. Səsi də yaxşıdır. Yaxşıdır. Korobkası necə? Korobkası da yaxşıdır. Atmağı yoxdur, xırıldamağı yoxdur, heç bir yoxdur. Perodokda vəziyyət necədir? Yaxşıdır periodokda vəziyyət. Qranatların səsi ki yoxdur Yox, ki. yox. Təkərlər normaldır, yox. Təkərlər yaxşı deyil axı. Təkərlərində var. Qabaqlar biraz nisbətən zəif, yaxşıdır, arxalar bax ki. zəif. Biraz zəifdir. Ona görə də qiyməti də məsələn nəzərə almışıq da. Elə- 4 dənə təkərdə bu da eləsin 400 manat Hə, da maksimum. belə. Altı necə? Yaxşıdır, altı çürüyü falan yoxdur heç bir şey. Dəyişənlər, qapı, krel, kapot. Sağ tərəf kreldir, dəyişib. Orada televizor işlənib orada. Yəni olduğu kimi də indi yalandan deməyəcək. Ne kosmetik işlərdir, belə bir yumgül işləri var da indi orasında, burasında. Hə, Amma bu qiymətə elə qanıram. Heç bazarda özümüzə yəni fırlamış bu qiymətə yoxdur maşın. şüşələri təmizdirmi? Qırıq-çat yoxdur ki. Yox, qabaq normalno yoxdur. Yaxşıdır, yox, şüşələri yaxşıdır. Derim, Yan aynalar gəlib düymə ilə eləyəndə- qalxır. Qalxır, qalxır. Önlər mi yoxsa dördü də? Gözcülərdə, hə? Dördü də Dördü də, düymə ilə dördü, işləyirlər. Bəli, hamısı Dördü də işləyir. işləyir. İştin üstündə bekar azadələr var, amma Var, orada normaldır. yumruq var. Oturacaqlar da pis deyil. Biraz təmizləmək lazım. Biz elə maşını yuyub eləməmiş gəlmişik bura. Fikrimiz Təmizləmək. satmaqdır. Bəli. Qiymət neçədir? 7000-ə deyirik. Endirim eləyəsiniz. İndi real razılaşma olar, real satsın, alıcı. Bu təkərin xərcidir, nə bilim müəyyən xərclər onlar- çıxılıb yoxsa çıxasınız hələ? Belə nəzərə almışıq onları, indi elə o 6500 təklifi gəlsə. fikirləşmək olar. Hara gəlsinlər? Hansı rayondasınız? Bərdədə, Bərdə bazarı, maşın bazarı. Yox, özünüz yaşadığınız Elə yerdə. özümüz Ucardan gəlmişik. Ucarda baxa bilərlər Ucardan maşına. baxa bilərlər. Telefon nömrəsi. Yol 50 441 6059. Allah xeyir versin. Çox sağ ol, Allah razı Siz də olsun. sağ olun. Qardaş, xeyirli olsun. Sağ ol, sağ ol. 015 maşını satırsınız. Bəli, bəli. Buyurun, məlumat verin bilək necə maşındır. 15 göz qabağında da çəkiliş elədik də, yəni. İli neçədir? İli 2008-dir maşının. 4 ildə özümüzdədir, indi pul ehtiyaclı satılır. Sənəd aformutdur, etibarnamədirmi? Sənədə aformutdur. Öz adınız olan maşındır. Bəli, bəli.
4 il 4 il içərisində. də bizdədir. Yəqin ki, xərc çəkilmiş olar 4 il Xərc deyəndə içərisində. maşında sürürsən, xərc çəksən, xırda pərə nə olur, xərc çəksən də. Yəni maşında heç bir problem yoxdur. Motordur, karovkadır, ideal vəziyyətdədir. Motorun yağına kimi dəyişib, təzə dəyişib. Yəni yığdırmamısınız motorunu. Yox. Yağ azaltması, səsi. Yox. Səsi, küyü, yağ azaltması. Maşın apar lap 3 ay qarantiya verirəm. Apar çapoyana bayana nəsə problem olsa, yəni o vəziyyətdədir. İdeal vəziyyətdədir. Motordur, karovkadır. Nə bilim, Karovkası da təkərləri yaxşı normaldır. deyirsiz. Bəli. Öndə vəziyyət necədir? Qranatların səsi, küyü. Səs, küyü heç nə yox. Ümumilikdə periodok yaxşıdır. Periodok top kimidir, bəli. Ekranda necə? İş olub yoxsa yox? Yüngülvarı deyəsən iş gedibdi ekranda. O bizdən qabaq olub da, elə biz də elə almışıq. Təkərləri yaxşıdır elə. Təkərləri yaxşıdır, hə. Altına baxmadınız, zədə yoxdur ki polunda. Yox, altı tərtəmizdir. Dəyişilənlər, qapı, kril, kapot, Dəyişilən detalı yox. zavoddan gələnlər hamısı. Hə, zavod. Kraska vurulub. Kraska vurulan yerləri olub, bəli. Və 2008-ci maşın da. Öyle de mol saxlayır, nə bilim, elə Yox. sol deyir. Ya indi bu maşın 4 ildir bizdədir, məsələn, bizdən qabaq bilmirəm nə olub. 4 ildir bizdədir, elə işə evə sürülüb də. Kosmetik işləri yoxdur ki. Kosmetik bax iş belə normaldır. Yəni kosmetik Gözəlləşdirmə istəyən heç üçün, nəyə hə? ehtiyac yoxdur, amma nə bilim, Şüşələr yaxşıdır, hə? ucuz Qırıq çat ucuz yoxdur ki heç nə yox. şüşələrində. Yox, heç bir şey. Əllə qalxırlar yoxsa düymədir? Qabaq düymədir, arxa Aha, əllə. önlər düymə iləndir. Şiti təmizdir. Dəyişir şiti elə bil, hə? Yoxsa təzə görsənir. Dəyişir. Şiti yaxşıdır. Oturacaqlar. Belə gəlib də indi dəyişib onu biz bilmirik. Aha. Belə Şkolları bir şey atdı, oturacaqlar da normaldır görsənir. Normaldır, hə. Maşınımız belə pis maşın deyil. Yox, qəşəng maşındır, maşın. Qiymət neçədir? Qiymətini 6000-ə deyirik. Endirim eləyəndə neçə Endirim düşəcək? yüngülvari endirim. Da elə bir qiymət qoymuşuq deyə pul lazımdır, satılır. Elə bir 6000-ə qiymət deyirsiz. qoymuşuq ki, yəni belə şişirdilmiş endirim olmayacaq. Da yüngülvari şirinlik eləmək olar. İndi biz də izləyicilər adından bir təklif eləyirik də ki 5500-ə istəyən olsa 5500 istəyirlər, verməmiş. burada istəyirlər, Bir vermir. saqqal xatmadan gəlib istədi, vermədi. 5-7-yə dedik, o da dedi O da pulum getdi, düzəl. razılaşdı. Yox, getdi deyəndə dedi bazarın axırına kimi baxarıq da. Yoxumdur deyib. Əlaqə nömrəsini deyin. Əlaqə nömrəsi 055 476 0609. Hansı rayondasınız? Yevlax rayonu. Uğurlar arzu eləyirəm qardaşım. Sağ ol. Siz də sağ olun. Qardaş xeyirli olsun. Çox sağ olun. 06 maşını gətirmiş satmağa. Bəli. Buyurun, məlumat verin bilək necə maşındır? Maşın ili 2006-cı ildir. Buraxılışı, axırıncı buraxılışdır. Belə, yəni qlobal bir problem yoxdur. Nə var, göz qabağındadır. Nə vaxtdan sizinkidir bu maşın? İkinci ildir məndədir. Aformutdurmu, etibarnamədimi? Ya etibarnamədir. Bu bir xanımın adına oldu bu maşın. Mən maşını kreditlə almışdım. İndi kreditini ödəmişəm, satıram. Yəni aformut eləmək olurmu, yoxsa etibarnamə verəsiniz? Yox, etibarnamə verəcəm. Lazım olsa danışıqdan asılı da format eləyərik. Problem deyil. Sənədlər necə? Texniki Sənədlər baxışı, hamısı sığortası. təzə keçib. Hamısı təzə keçib, qaydasındadır. Alandan sonra xərciniz oldu mu maşınımıza? Əlbəttə, təbii ki, alınandan sonra hər bir maşına qoyursan da 200-300 bilənmə olur. Qoymuşam Mühərrik bəli. 06-dır. Bəli, mühərrik 06-dır, karovka 4-dür, difirdə səs yoxdur. Mühərriki yığdırmamısınız? Yox, mən yığdırmamışam. Yığılıb amma. Bəli. Yağ azaltması, səsi. Yox, heç bir şey yox. Vallahi şükür, şeylər yox. Korobkası deyirsiz 4-dür bunlardan. Karovka 400 kors, bəli. Atma səsi yoxdur ki? Yox. Diferdə səsi yoxdur. Yox, difir normaldır, heç bir şey yox. Pol necədir? Yaxşıdır pol. Çürüyü, pası. Heç suvarka dəyməyib polla. Danqırat yerləri salamatdırmı? Bəli. Peredokda səs-küy yoxdur. Yox. Təkərlər yaxşı. Təkərlər normaldır. Hələ işlətmək olar. Qapı, krel, kapot dəyişilənləri. Hə, dəyişilib, arxa krel dəyişilib, arxa qapı dəyişilib. Vurğu olub yəqin ki. Hər halda yüngül var. Sizdən əvvəl. Ola bilər, bəli. Maşınınız hazırda kraskası yaxşı görsənir. Yəqin ki sən sonradan kraskanı yapar yoxsa? Ha, kraska, özüm kraskalatmışam. Kosmetik işi elə biləm Ha, yoxdur. üstdən kosmetika vurulubdur, yüngül. Çoxdan olub bu da, 2 ay olar, 3 ay olar. Şüşələr yaxşıdır, qırıq-çatı yoxdur ki şüşələrində. Yox, qırıq-çat yox. Şitin üstü necə? İşte Çat var, iki iş xırda yerində. 2 iş yerində var ha. Oturacaqlar səliqəli deyə biləm. Bəli, hə? bəli. Cırıq sökük Yox, yox. heç bir şey. Oturacaqlar səliqəli. Maşınımız belə də normal maşındır, əsas qiymətidir. Qiymət 5300-ədir.
5300, 5300 manata. Bəli. 5300-ə deyirsiniz. Bəli, razılaşmaq olar. Nə qədər indi? 4-8-ə verək bunu. Təklif daha bizdə, yəni məcburiyyət yoxdur. Biz təklifimizi eləyirik. Real alıcı olsa razılaşmaq olar. Əsas o da əlaqə saxlasınlar. Bəli. Telefon nömrəsini deyin. 077 588 88 90. WhatsApp varmı? Bəli, Hansı rayondasınız? Qəbələdə. Uğurlar arzu edirəm qardaş. Çox sağ olun, təşəkkür edirəm vaxt ayırdığınıza görə. Siz də sağ olun.